Evin tək oğlu ilə evlənən pasiyentim dedi ki, yoldaşım ayrı yaşamağı çox böyük bir ayıb hesab edir. Evin tək oğlu olduğu üçün sanki anasının, atasının, bacısının bütün yükü onun çiynindədir. Mən və qızım isə onun həyatında çox az yer tuturuq. Qadın bunu deyəndən sonra yenidən davam edir ki, qaynanam da deyir ki, gör necə tərbiyəli oğlu böyütmüşəm ki, mənim sözümdən çıxmır. Mama uşağı olmaq ana üçün tərbiyəli övlad deməkdir. Bu ailədə tərbiyəli adı altında psixoloji manipulyasiya var. Qadın üçün tərbiyəli oğul öz ehtiyacını ananın ehtiyacından üstün tutan oğuldur. Qaynana üçün tərbiyəli oğul öz ehtiyacını anasının ehtiyacından üstün tuta bilməyən oğuldur. Qadın üçün isə tərbiyəli oğlan ailəsinin yanında olan, qadınını qoruyan, sərhəd çəkə bilən biridir. Bu iki tərbiyə modeli bir-birinə düşməndir. Qadın əzilir, kişi burada bir növ sanki tələyə düşür, ailə isə yorulur. Fevral seminarında bu mövzunu tək oğul psixologiyasını, sərhəd qoya bilməyən kişiləri, qaynana oğlu bağlanmasını və qadının bu sistemdə öz yerini necə bərpa etməli olduğunu tam şəkildə işləyəcəyik.